demişim ki, bizim devlətimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bəli, bu bölgəmizin siyasəti nəticəsində müstəqilliyimiz əldə olundu. Ancaq ki, biz belə deyək ki, bizim şəhidlərin qanı can qanıdır torpaq azad olundu. Bugün bizim şəhidlərimiz bizi dünyaya tanıtır, bizim alnımızın ləkəsini sildirdi, bizim kimliyimizi özümüzə qaytardı. Bizim şəhidlərimiz qəhrəmandırlar. Bizim ilmarımız, bizim məhlənin ən vətənpərvər bir oğlu kimi Polad Həşimovdan sonra o özündən könüllü deyəkli, çağırıcı deyəkli xeyr, sadəcə olaraq öz yanından getdi və getdi qəhrəman canını aşağı. Bizim şəhidlərimizin hər biri bir dastan yazdı. Bizim şəhidlərimiz haqqında nə qədər filmlər də çəkilsə, nə qədər kitablarla yazılsa, nə qədər bugün bütünlüyünü danışsaq da yenə azdır. Bəli, qəhrəman bizim bugün Elma balamız, sən hər birimizin balasısan. Haqqı, ədaləti tutan anam hər vaxtı mərhəmətlə alnı açıq